Bugün ilk dəfə hazırladığım çox ləzzətli qırmızı məxmər tortunun hazırlanmasını bölüşürəm. Əvvəlcə 4 ədəd yumurtanın üzərinə 1 stəkan yarım şəkər tozunu əlavə edib ağarına qədər mikserlə çırpıram. Kənarda 1 stəkan yarım qatığın üzərinə 1 çay qaşığı soda və 2 çay qaşığı qırmızı boya əlavə edib qarışdırıram. Hazırladığım qarışımı yumurtanın üzərinə əlavə edirəm və üzərinə 1 stəkan yarım duru yağ əlavə edirəm. Kənarda mikser ilə yenidən qarışdırdıqdan sonra üzərinə 2 stəkan yarım un, 1 dolu xörək qaşığı kakao, 1 paket qabartma tozu, 1 paket vanilin və 1 yemək qaşığı sirkə əlavə edib yenidən qarışdırıram. Hazırladığım qarışımı 2 yerə bölüb yağlı kağız sərdiyim soba listinə əlavə edirəm. Listi bərabər şəkildə yayıb 3 dəfə yerə vurduqdan sonra əvvəlcədən isitdiyim 180 dərəcəli sobada alt üst rejimdə 6-7 dəqiqə bişirirəm. Sobadan çıxardıb bir çox vasitəsilə bişib-bişmədiyini yoxlayıram və ikinci hissəni də bişməyə göndərib kremin hazırlanmasına keçirəm. Krem üçün 200 qram kərə yağını ağarına qədər mikserlə qarışdırıram. Üzərinə 1 banka, yəni 370 qram qatılaşdırılmış süd və 1 paket vanil əlavə edib yenidən qarışdırıram. Krem hazır olduqda artıq biskviti kəsməyə keçirəm. Kənarda yağlı kağızdan ürək formasında bir şəkil kəsirəm. Yağlı kağızı biskvitin üzərinə qoyub 2 ədəd ürək kəsirəm. Biskvitin kənarından çıxan qalıqları üzərini bəzəmək üçün kənarda saxlayıram. Və 4 ədəd ürək kəsdikdən sonra artıq tortu yığmağa başlayıram. Qabın batmaması üçün biskvitin altına yağlı kağız sərirəm. Kremi biskvitin üzərinə daha rahat vurmaq üçün sıxma torbasına yığıram. Biskviti qoyduqdan sonra üzərinə bir qədər krem vururam və bu qayda ilə bütün qatları yığıram. Ən sonuncu qatın üzərinə kremdən çəkib düzəliş verirəm və kənarda saxladığım tortun kənar hissələrini doğrayıcıda xırdaladıqdan sonra üzərini bəzəmək üçün istifadə edirəm və yağlı kağızı çıxardıram. Hazırladığım tortu 1 saat soyuducuda gözlədirəm. 1 saat gözləsə belə çox ləzzətli, yumuşaq tort alınır. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Mənə abunə olmağı unutmayın.